insanlar da var ki, vəfalıdır. Söz verərlər, əməl eləyərlər. O, İmam Hüseynin sahabələri kimi. Tasua günü vədə verdilər, Aşura günü vədəyə vəfa elədilər. Bir an olsun Hüseyndən ayrılmadılar, Hüseyndən ayrı düşmədilər. Hətta İmam Hüseyin bəzilərinə dedi, get, ağladı ki, mənə niyə göndərirsən? Hətta birinə yol göstərdi, dedi, buradan çıxsın, sənə bir şey eləməzlər, bulan işi məndəndir. Baxdı, düşdü İmam Hüseynin əlinə, ayağına, qucaqladı, dedi, ağa, məni özündən uzaqlaşdırırsan. Adam biraz axı ürəyi yanar həqiqətən də, məsum adama deyə, çıx get. Ağacan, niyə məni özündən uzaqlaşdırırsan? Dedi, yox, mən səni uzaqlaşdırmaq istəmirəm. Qal, dedi, onda qalıram. Dedi, qal. Hətta bəzilərinə şərait yarandı, gedə bilərdi ya, şərait yarandı, gedə bilərdi. Onlardan biri Əbəlfəz əleyhissalamdır. O vəfalı Abbas idi ki, Aşura günü Şimir o tərəfdən gəldi, səslədi Abbası, Abbasın qardaşlarını. Əbəlfəz cavab vermək istəmirdi. İmam Hüseyin dedi, Abbas cavab ver, fasiq də olsa cavabını ver. Çıxdı, dedi, nə istəyirsən? Dedi, amannamə gətirmişəm sənə, Əbəlfəz, gözün aydın olsun, sən çıxa bilərsən, bizim işimiz Hüseynləndir. Dedi, kim göndərib? Narahat oldu Əbəlfəz, dedi, İbn Ziyad. Dedi, sənə də lənət, İbn Ziyada da lənət, amannaməyə də lənət, məni Hüseyndən ayırmaq istəyirsiniz.